sizi Allaha ant verirəm. Görün burada mənim günahım varmı? Sizi Allaha ant verirəm. Görün mənim burada günahım varmı? Gönçə Məmmədova, o siyasi məhbusdur. Mən bunu deyirəmsə, deməli düz deyirəm. Gönçə Məmmədova siyasi məhbusdur. İlk öncə gəlin bunu bütün Azərbaycan bununla səsləndi. Bütün medialar bunu paylaşdı. Gəlin bir oxuyaq. Özünü bloger, bu neydi? Bloger, özünü bloger, bu neydi? Özünü bloger, bulun bir. Özünü bloger Qabil Məmmədovun qohumu, özünü bloger Qabil Məmmədovun qohumu kimi təqdim edib, bir neçə şəxsi sosial mediada rüsvay edəcəyi ilə təhdid edən Gönçə Məmmədova azadlıqdan 6 il məhrum edildi. Qabil Məmmədov bildirib ki, onun Gönçə Məmmədova adlı qohumu yoxdur. Baxın, bununla silkələndi ölkə. İndi gəlin mən aydınlıq verim. Görün mənim burada günahım varmı, yoxdurmu? Gönçə Məmmədova minlərlə şəxs kimi mənimlə salam məlökə elədi telefonda. Salam məlökə eləyən birisi idi. Hətta bir neçə dəfə siyasi məhbuslara kömək lazım olanda birbaşa ərzaqa qədər, malicə puluna qədər, dərmanına qədər Gönçə Məmmədova mən bir neçə adamı yönləndirirdim. Pul versin, kömək eləsin, dərman aldırsın. Neçə dənə cəbhəçiləri var ki, Gönçə Məmmədova onların ailələrinə kömək eləyib, onların dərmanını alıbdı, türməyə, həbsxanaya göndəribdi. Onların, necə deyərlər, türməyə ərzaq göndəribdi. Hətta özü aparıbdı. Deyələmələm, Gönçə Məmmədovanın bir neçə və siyasi məhbuslara belə kömək elədiyini gördüm, aktiv izləyicim kimi çox istəyirdim. Bir gün Gönçə Məmmədova dedi, yayımına qoşulacaq, mənim problemim var. Dedim, mənim yayımım hamının üzünə açıqdır. Hər kəs mənim yayımıma qoşula bilər. Gönçə Məmmədova çıxdı, hər kəs kimi mənim efirimə. Dedi ki, Müşfiqabad qəsəbəsinin məktəb direktorunun bacısı, adınla dedi, adı yadımdan çıxıb. Bacısı məni ilə şərihli lambard açmaq üçün, lambard, məndən pul danışıq elədik, pul qoydum şərihli lambard açmaq üçün. Bu adam mənim şərihli lambard açacağımız pul ilə 20 min qoyub, 18 mindir, bilmirəm. Tərinə iri summadır, hərsə 10-20 min civarındadır belə. Şərihli lambard açacağım, indi ilkin olaraq bu pulu veribdi. Sonra dalı gələsiymişlər, bina tutasıymışlar, ofis tutasıymışlar, lambard, sənədləşmə işi olasıymış. Şərihli lambard açacaq olan o xanım, yəni Müşfiqabad qəsəbəsinin direktorunun qardaşı, bilmirəm Qarabağ zonasındandır, ya Füzulidəndir, ya Qubadlıdandır. Bu pulları götürərək xaricdə istirahət eləyib, o şəkilləri də mənə atdı ki, bu xaricdə istirahət eləyir, mənim pullarımı yeyir, lambard zad yoxdur, mənim pulumu da qaytarmır. Və çıxdı efirdə, dedi ki, bu adamın məndə səs yazıları var, görüntüləri var, xaricdə videoları var. Bu adam mənim pulumu yedi, mənim pulumu attı, lambardaşmadı. Və bu efirdə Gönçə Məmmədova dəfələrlə dedi, yəni eyni efirdə, bir dəfə qoşulub da, dəfələrlə dedi, həmən qoşulan zaman, dəfələrlə polis rəisinə müraciət eləmişəm. Dəfələrlə prokuraturaya müraciət eləmişəm. Heç kim tədbir görmür, ona görə ki, həmən o Müşfiqabad məktəbinin direktorunun bacısı, həmən Gönçə Məmmədovaya pul atan o məxluq Yasamal prokurorunun sevgilisidir. Oraya Yasamala baxırıq. Yasamal prokurorunla cütləşən adamdır, dindin eləyir, sevişir. Prokuror. İndi görün nə oldu burada? Gönçə Məmmədova harda padudar qaldı? Harda? Gönçə Məmmədova mənim efirimə qoşulduğunu görərək, Qabilin efirinə qoşulduğunu görərək, prokurorun da sevgilisi olaraq
Meytəf direktorunun adını bilmədiyim o Lombard açan bacısı birbaşa prokurorun yanına getdi. Qabildən Əlbirdir bu. Qabilin qohumudur. Bunun da familiyası Məmmədovdur. Mənim də familiyam Məmmədovdur. Dəlixana deyir. Azərbaycan yarısı Məmmədovdur. Hər nəysə. Bunun da familiyası Məmmədovdur. Qabilin də. Qabilin efirində idi. Qabilin efirində olubdu. Qabilin adamıdır. Qabilin qohumudur. Dərhal prokuratura sanksiya verir, gəlir evini. Özü də faiz verən adam idi. Qönçə Məmmədov faiz verən adam idi. Faiz verən adam idi. Dərhal prokuratura sanksiya verir. Gəlirlər. Evini şimon eləyirlər. Deməli, 4-5 kilogram faizə qoyulan qızıl çıxır evindən. 4-5 kilogram qızıl çıxır. 4 ədəd ev faizə qoyulub deyək, ev götürüb deyək, evin sənədini qoyub pul götürüb də. 4 dənə evin sənədi çıxıbdır. 60-70 min euro civarında pul olubdur. 90 min yəni dollar civarında. 60-70 min dollar və 90 min manat civarında pul çıxıb. Hələ mən burada efir açdım. Dedim, ay Qönçə Məmmədova, neçə vaxtdır bərbar bağırıram ki, 200 manat lazımdır. Sənin evində 150-200 min pul ola. Mənə niyə kömək eləməmsən? Axırıncı dəfə o adam 1 il idi mənə kömək eləmirdi. İmkanım yoxdur, vəziyyətim ağırdır deyirdi. Baxın ha, imkanım yoxdur, vəziyyətim ağırdır deyirdi. 1 il idi mənə kömək eləmirdi. Yəni mən deyəndə siyasi məhbusları nəzərə turanda mən yəni yönləndirdiyim siyasi məhbuslara kömək eləmirdi. Deyirdi, vəziyyətim ağırdır, ziyandayam. Üstəlik Qönçə Məmmədovanı satan kim oldu? Onu da deyirəm sizə. Qönçə Məmmədovanın vəkili var idi, qadın vəkili. Qönçə Məmmədova xarici ölkədən ev almaq istəyirəm deyə vəkildən söhbət eləmişdi. Və bilirsiniz, vəkillərin hamısı prokuraturanın sukasıdır, hökumətin tulasıdır və prokuratura sırası adamın vəkilinə çıxır. Vəkil də hər şeyi qoyur oycuna, nə qədər pulu var, nə qədər qızılı var, xaricdən ev almaq istəyir, nə bilim nədir və sanksiya verirlər, gəlirlər, hər şeyini tuturlar, aparırlar. Qardaş, mənim efirimə hər kəs qoşula bilər. Hər kəs kimdənsə hayıflıdırsa onu bu efirdə deyə bilər. Hər kəs kimisə lap belə götürəndə təhdid eləyə bilər. Məsələn, mənim pulumu verməsən prezidentin yanına gedəcəm. Mənim pulumu verməsən sənlə mənim aramda olan səs yazısını qoyacağam. Sənin xaricdə mənim pulumla istirahət etdiyin görüntüləri efirə qoyacağam. Qardaş, bunu hər kəs eləyə bilər. Burada mənim suçum nə? Fatma Gülün deyir o suçu nə? Bax, mənim suçum nədir burada? Qönçə Məmmədova çox şərəfli bir insandır. Qönçə Məmmədovanın qızı da indi fəal siyasətçidir. Qönçə Məmmədovanın qızı fəal siyasətçidir. Onun yeznəsi polis idi, hökumət onun ailəsini dağıtdı. Və Qönçə Məmmədova siyasi məhbusdur. Sabah onun hər şeyi geri qaytarılacaq və artıqlamasıyla ona dövlət qayğısı olacaq. Çünki o onlarla siyasi məhbusa yardım eləyib ailəsinə və özünə və bugün onun bədəlini çəkir. Bugün Qönçə Məmmədova kimisə təhdid eləmək yox, yazığın halal puluna çöküblər. Hə, deyəcəksiniz faiz vermək suçdur. Dünya aləm faiz verir. Üstəlik də faiz verənlər hamısı polisə hesab verir. Bildinizmi? Bildiniz. Qönçə Məmmədova da onlardan biri idi. Sadəcə Qönçə Məmmədova şərəfli insan idi. O siyasi məhbuslara yardım edir. Ona bugün 6 il iş verdilər. Heç o 6 ay türmədə qalmayacaq. İlham Əliyevin heç 6 ay canı qalmayacaq. Amma Qönçə Məmmədova şərəfli bir insan kimi tarix yazdı. Bəli, deyiləm efendim. İndi ola bilər Qönçə Məmmədovanın türmədə onun adından mı ya bir tabletka atarlar, onu danışdırarlar mənim əleyhimə, danışdırarlar. Danışdırsınlar. Zaten Niyaməddin Əhmədov dedi ki, bir dənə Əli Kərimli yazdan yerə qol çəkmədim. Dedi ki, bir dənə Əli Kərimli suallarına cavab vermədim. Qalan hamı üçün hər şeyi nə yazdılarsa onu dedim. Ey Qabilə deyin məndən inciməsin. Dedim, eyvallah. Yaxşı elədin. Deyiləm ətərlər. Bu Qönçə Məmmədova söhbəti, bu sənəd 2 dəfə Almaniyaya gəldi. Bu sənəd başqa sənədlərlə bir yerdə 2 dəfə Almaniya. Birinci ayrıca gəldi. Sırası tez bazar ayrıca gəldi. Dalından da 24 maddəyə 2 maddədə artırıldı. 26 maddə ilə 16 il həbs cəzasında Qönçə Məmmədovaya ayrıca yer ayırdılar.
Almaniyanın kansleri çox hörmətli, dəyərli Friedrich Merz xüsusi göstəriş verdi. Almaniyada komissiya yaradıldı. Bunların hamısını bir-bir incələdi. Əlbəttə ki, səfirliklərlə xarici kəşfiyyatdan əlaqəli şəkildə. Mənim haqlı olduğum ortaya qoyuldu. Mənim suçsuz olduğum ortaya qoyuldu və İlham Əliyevin sənədləri təpəsinə çırpıldı. Ona görə Gönçə Məmmədovu siyasi məhbuslar siyasına salmaq lazımdır. Onun özü də, qızı da, ailəsi də aktiv siyasətçilərdir. Gönçə Məmmədova ən çox siyasi məhbuslara dərman alan, yardım eləyən, ərzaq daşıyan, onların ailəsinə ac qoymayan birisi olubdur. Onun bədəlini ödəyir. Mənim qohumum zadım deyil. Vəssalam. Gönçə Məmmədovanı sabah hakimiyyət dəyişəndə Gönçə Məmmədovanın qiymətini onda biləcəyik. Dəyərini, onun etkilərini onda açıqlayacağam. Dəyərli əmədələrim, dəyərli soydaş, qaldı Gönçə Məmmədova. Mənə xeyridir. Hələ mən yayım açdım 2 dəfə ki, Gönçə Məmmədova 150-200 min evindən pul çıxdı. Mənə niyə barbar bağırıram 200 manat pul lazımdır, sən onu göndərmirsən? Son bir ildə, bir il qabaq siyasilərə yardım, son bir ildə Gönçə Məmmədova mənə 1 manat da yardım elətdirməmişdi. Baxmayaraq ki, evindən o qədər pul çıxdı. Hamısı faiz puludur. İndi bilirsiniz də, faiz verən adamlar hamısı öz pulu deyil. Kimsə deyir, ay, mənim 50 min evimdə pul yatır da, bunu da faiz ver. Sən neçədən verirsən ver, məsələn 50 faizdən. Mənə 10-ca 15-cə faizdən ver, ya 20 faizdən ver, ya yarı-yarılığa. Yarı-yarılığa. Vəssalam. Gönçə Məmmədova şəxsən mənə də demişdi ki, qabil, nə olardı sənin pulun olardı, bir 15-20 min pulun olardı. Faizə buraxardın burada, sənin problemin olmazdı. Yəni, o faizin üstündən Almaniyada heç kimə ağız açmadan yaşaya bilərdin. Mənə də demişdin, yəqin məni kimi adamlardır da, verib o pulu, onu da gəlib evindən götürüblər. Gönçə Məmmədova və Gönçə Məmmədova kimlərə zərbə vuranlar, hamınız cəzanıza çatacaqsınız. Hamınızı Nəsimi kimi duz basaraq dəridən çıxardacağım. Bax, bunu dedim ha. Bunu dedim ha. Biləsiniz ki, mən Əli Kərimli deyiləm. Mən Quba Dibadoğlu deyiləm. Mən hərbiçiyəm. Dəyərli həmvətənlərim, məzlumların arxa dayağı zalimlərin başının çəkişiyəm. Zalimlərin başının bəlasıyam. Zalimlərin təpəsinin yumruğuyam. Bunu biləsiniz ki, hər kəs yaxşı və pis tərəfdən öz qiymətini alacaq.